Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve sallallahu ala Muhammedin ve ala ehli beytihi teyyibin tahirin ve la'netullahi ala a'daihim ecmaîn minel ane ila kıyami yevmiddin. Salihlerin yolu kitabından təqlid bəhsindeydik. 16-cı məsələdən 2 sətir oxumuşdum. Ümumi məsələni izah edirəm inşallah, aydın olunsun. Demək, bu 16-cı məsələdə məsələ nədir? Seyyid buyurur ki, əgər bir müctehidə təqlid edirdisə, məsələn, bu müctehid meyyitdə qalmağı caiz bilirdi, mütləqən caiz bilirdi. Af fil cümlə, ya məsəl üçün, fil cümlə caiz bilirdi. Mütləqən dediyim kimi, dedik o müştehid ki, Ayətullah Sistani'nin də nəzəri bu idi də, ölü müştehiddə qalmaq olar yoxsa yox, deyirdi ki, nənə qalmaq olar, ölü müştehiddə qalmaq olar. Özləri də deyim, hansı məsələlərdə, bildiyimiz məsələlərdə, bilib əməllədiyimiz məsələlərdə, yaxşı bilmədiyimiz məsələlərdə bu barədə müştehidlər arasında ixtilaf var. Seyyidimizin nəzəri bu idi ki, xeyr, bütün məsələlərdə, hətta bildiyin, bilib əməllədiyin və bilmədiyin və bilmədiyim, əməl eləmədiyin məsələlərdə də ölü müştehiddə nə deyir? Qala bilərsən. Yəni, onun açıq risaləsindən oxuya bilərsən. Af fil cümlə, ya fil cümlə, məsələn, Ayətullah Xoyun nəzəri kimi, deyir ki, o məsələlər ki, məsələn, bilirdin və əməlləmsən, onda öldə qala bilərsən. Amma o məsələlər ki, bilmirdin, ya bilmirsən, əməlləməmişsən, o məsələlərdə qala bilməzsən. Deyir ki, Seyyid buyurur ki, məsələn, bu müştehid caiz bilirdi, mütləq caiz bilirdi, mütləq dediyim kimi ümumi şəkildə, ya fil cümlə, məsələn. Buyurur ki, bu məsələdə, bu müctehiddə nədir, təqlid eləmək olmaz. Hansı məsələdə? Aya öldə qalmaq olar, olmaz. Aya öldə qalmaq caizdir. Fil cümlə, ya mütləqa. Əlbəttə, caiz o surətdə olar ki, məsələn, diri müştehidlə bu ölü müştehid arasında ikisi də müsavidir. İkisi də müsavidir onda. Amma bəzən görsən ki, vacib olur. Məsələn, o ki, deyir, öldə qala bilərsən, vacib olur. Niyə? Çünki ölü ələm olur. Ölü ələm olur. Hələ bu məsələdə ölüdə qalmaq olar, yoxsa yox, yoxsa vacibdir diriyə rücu eləyəsən, əl-ələmu fəl-ələm, bu ölü müctehiddən sonraki ələm bildiyin müctehidə, yəni ölünü ələm bilirsən, o heç onda qalmışsın. Bu məsələdə diri müştehidə vacibdir, udil eləyəsən, yoxsa yox, bu məsələdə öz ölü müştehidində qala bilməzsən, gərək diriyə nə deyir, rücu eləyəsən.